inanıram ki Media League daha yüksək səviyyədə bir təşkilat olacaq və onun azərkeşlərinə də dəstək olmağı arzu edərəm. Uğurlar sizə də. Oynayırsan. Hər şeyə meyilli yarım müdafiəsi alim. Hıçlara mı almışsan? O deyəm mən. Bizim əsas məqsədimiz sizin hər birinizi buraya yığmaq ki, sizin hər birimiz öz sahəmizdə nəyisə nail olmuş adamlarsınız. Futbolçular burada maşallah legendarlı futbolçulardır. Vüqar bəy Balayev biz bütün bu dvijuxaya 7 il qabaq Muxarla başlayanda ilk bizə dəstək olan oynayan aktiv profesional futbolçu idi. Ona da çox sağ ol çünki elə həmin gündən başladı biz indi bunu yaratmağa qədər çatdıq. Qalanlarını da belə özünüz tanıyırsınız. Prinsipdə öyrənib, ulduzluqlar onun ulduzlar fərqi yox. Əsas odur ki, hamımız ləzzət alası olmasın. Belə ki, gəldim bura bu boyda vaxt ayırdım. Bu şeylər söhbəti Nüzar da orada edir yoxsa? Edir. Eləmirsə onda şəhədə. Sənin zaten sonlardır. Sən qol vur, sən nə qədər vurursan vur. Ləzzət alma, hamımız ləzzət alır. Ben size bakram Allah bilir, fəxr edirəm, çok güzel komandayım. İnşallah ki, ayın 17'sine burada oturup təbrik eləməyə. Не будем никому желать удачи, а сами будем принимать поздравления. Давайте. Məsələn, neçə vaxtdan sonra meydançaya qayıtmaq necədir? En azından çoxdan bu oyunu gözləyirəm. Elə bu oyuna görə də hazırlaşıram. Elə həyəcan deyim, elə oynadığım vaxtlarda kimidir. Çünki darıxmışam, polya meydan üçün darıxmışam. Əsas finalda görə inşallah. Düz rəqibimiz yaxşı rəqibdir, yaxşı futbolçuları var amma görək də. Mən də komandama güvənirəm. Keçən dəfə Fudigilin komandasıdan, o birisi komandadan güclüydü, amma uduzdular axırda. Yəni əsas bu günləri kollektiv oyunda. Bir yerdə oynasaq, inanıram ki, yaxşı olur. O gün qolu Ruslan vurdu. Əmirzanov vurdu. Həqiqətən bu bizim komandada 2 dənə Ruslan var, orada səviyyələn bir dənə Ruslan var. Bir də Ruslanların oyunu olar. Bu polyada liqa vaxtı qol vurmuşdun. Yox, bu polyada vurmamışam. Yox. Bəlkə bir gün vurdum. Uğurlar.